Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Doğru xəbər Azərbaycan bildirir ki, açıqlamada deyilir. Ölkə ərazisində yağıntılar və şəraiti davam edir. Dağlıq rayonlara qar yağıb. Yağan qarın hündürlüyü Qusar və Xınalıqda 2, Altıağacda, Qaxda, Sarıbaşda, eləcə də Qrız və Şahtağda isə 1 sm-dir. Düşən yağıntının miqdarı Lənkəranda 21 mm, Oğuzda 20, Şəki Zaqatalada 19, Astarada 17, Qəbələdə 13, Şahbuz Neftçalada 12, Lerik Balakəndə 11, Göygöldə 10, İsmailidə 9, Bakıda Abşeron yarımadasında eyni zamanda Şamaxıda 8, Kəlbəcər, Laçın, Füzuli, Şuşa, Zəngilan, Xocalı, Gəncə, Daşkəsən, Biləsuvar, Yevlax, Xaltan, Tərtər, Mingəçevir, Göyçay, Cəlilabad, Qobustan, Yardımlı, Sabilabad, Quba, Qusar, İmişli, Şirvan, Şəmkir, Ağdam, Naftalan, Gədəbəy, Kürdəmir, Goranboy, Ceyrançöl, Şabran, Tovuz, Culfa, Bərdə və Zərdabda isə 7 mm-dir. Daşkəsən, Göygöl, Qax, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Qrız, Göyçay və Lerikdə qatı duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 500 metrə qədər məhdudlaşır deyə məlumatda bildirilib.